Salam, bu Bizik Tok Show'su efirdədir. Xatırladım ki, bugündən etibarən hər zaman Yeni Çağ saytında bu Bizik Tok Show'suna baxa biləcəksiniz. Düzdür, bugün qonaqsızam, amma bundan sonraki verilişlərimizdə qonaqlarımız da olacaq, müxtəlif mövzulara toxunacaq. Yəni, biz kimi sualına çalışacağıq ki, cavab tapaq siyasi baxımdan. Amma bir maraqlı bir şey də var. Gördüyünüz kimi stolun üzərində cırılmış ayaqqabılar var. Və bu cırılmış ayaqqabıların mənası nədir? İlk növbədə cırılmış ayaqqabı deyəndə ya da o gəlir ki, artıq keyfiyyətini itirib, istifadə müddəti bitib, heç bir şey yaramır və tullantı kimi bir şeydir. Və bu gün Azərbaycan siyasətində eyni zamanda siyasətin də cırılmış ayaqqabıları var. Artıq siyasi karyerasını itirmiş və yenidən bərpa olmağa çalışan müəyyən qüvvələr, qruplar var. Və çox qəribə bir şey də var ki, Azərbaycanda bu gün bu siyasi baxımdan cırılmış ayaqqabıları təmir etməyə çalışan bir pinəçi də meydana gəlib. Bu pinəçi isə akademik ləqəbi ilə öz əhatəsində tanınan Ramiz Mehdiyevdir. Mən bir köhnə dərvişəm, cəhənnəmdən gəlmişəm. Mən bir köhnə dərvişəm, cəhənnəmdən gəlmişəm. Zamanəni dolayı barmağıma sərmişəm. Zamanəni dolayı barmağıma sərmişəm. Ramiz Mehdiyev nədən cırılmış siyasi ayaqqabılarının təmirinə çalışır? Sözsüz ki, burada öz maraqları da var və başqa maraqlar da var. Elə bu maraqlara görə də bu günlərdə gördüyünüz kimi onun haqqında ittiham irəli sürüldü. Qeyri-qanuni yolla hakimiyyət ələ keçirtmək və s. və ilaxır. Və onun ətrafında çox maraqlı bir qruplar da ortaya çıxdı. Müxtəlif təbəqələrdən olan qruplar idi. Və bugün biz çalışacaq bir şey aydınlaşdıraq. Ümumiyyətlə, Ramiz Mehdiyev bugün Azərbaycan üçün nə qədər təhlükəlidir. Və Ramiz Mehdiyev bu cırılmış siyasi ayaqqabıları təmir edə biləcəkmi? Və onun ətrafındakılar Azərbaycan üçün nə qədər təhlükəlidir. Gəlin beləcə keçək mövzumuza. Birinci, Ramiz Mehdiyevin istinad elədiyi nöqtələrdən biri sözünü və səsini itirmiş müxalifətin bir qrupudur. O qrupu da siz gördünüz, kadrlar da yayıldı, faktlar da açıqlandı və bu insanlar demək olar ki, siyasi cırılmış ayaqqabı olaraq meydandan kənarlaşdırılıblar. Sadəcə bəyanat verməklə, müxtəlif tədbirlər keçirtməklə gündəmdə qalmağa çalışırdılar, amma artıq bunların da bir mənası yoxdur. Bəs Ramiz Mehdiyev bunları nə cür dirildə bilər? Ramiz Mehdiyev sözsüz ki, gücü var və ölkə kənarındakı gücündən istifadə edərək bunlara müəyyən şəraitlər yaratmağa çalışacaq. Amma bu şəraitlər nə qədər keyfiyyətli olacaq? Bəri başdan deyə bilərik ki, bunun heç bir mənası olmayacaq. Çünki cırılmış siyasi ayaqqabılar artıq heç kəsə lazım deyil. Çünki ümumiyyətlə bunların özlərinin ayağına cırılmış ayaqqabıları Ramiz Mehdiyevin öz zamanında geyindirmişdi. Onları müxtəlif yollarla öz təsir altına saldı. Boğazlarına qalstukluq taxdı, amma ayaqlarındakı ayaqqabını dəyişmədi. Ayaqlarındakılar elə cırıq ayaqqabı olaraq qaldı. Ona görə də sürətləri olmadı, siyasi meydanda get-gedə iflasa uğradılar və nəticədə göz qabağındadır. Özləri də cırılmış siyasi ayaqqabı gününə düşdülər. Və Ramiz Mehdiyevin bu cəhdi demək olar ki, uğursuz olacaq. Ona görə tam əminliklə deyə bilərik ki, Azərbaycanda Ramiz Mehdiyevin istinad elədiyi müxalifət Ramiz Mehdiyevə dəstək verə bilməyəcək. Ramiz Mehdiyev bundan sonra hansı addım atacaq? Çalışacaq ki, gücünü biraz da artırsın. Amma bu güc də artmayacaq. Və yeri gəlmişkən, cırılmış siyasi müxalifətlə bağlı, ayaqqabıyla bağlı bir detalda toxunmaq istəyirəm. Bunlara çox yaxşı bir cavabı Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva verdi. Gəlin o cavaba baxaq. Mehriban xanım, sual vermək olar, ölkədə demokratiyanın durumu ilə bağlı. Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarında səfirliklə gizlənən insan sizsiz. Sizə can sağlığı arzulayırım. Beləliklə gördüyünüz kimi Azərbaycanda hansı iddialarla çıxış edən müxalifət nimdaş qadın paltarında və cırılmış ayaqqabıdadır. Və bu geyimdə olan kimlərinsə gəlib hakimiyyətə iddia etməsi, hansısa siyasi uğur əldə etməsi mümkünsüz bir haldır.
Bu öz yerində. İndi keçək ikinci məqama. İkinci məqam nədir? İkinci məqam Ramiz Mehdiyevin ən çox istinad elədiyi 5-ci kolondur. Rusiyanın təsirində olan siyasi qüvvələrdən istifadə edərək Azərbaycanda hansı addımları atsın. Bu nə qədər mümkündür? Bu gün 5-ci kolon Azərbaycanda demək olar ki, kifayət qədər zəifləyir. Amma zəifləməyə baxmayaraq müəyyən güclər var. Çünki əllərində maddi resursları var. Milyoner İttifaqı yadınızdadır. Gözləmədiyimiz bir halda uzun illər Azərbaycanda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini olmuş Abbas Abbasov meydana çıxdı. Sonra digərləri ortaya çıxdı. Halbuki bunlar Azərbaycan çörəyi yeyən, böyüyən və ağlımıza gəlməyən insanlar idi. Deməli 5-ci kolonda hələ belə Abbas Abbasovlar var. Və sabah bunlar da ortaya çıxa bilər. Və sabah Kremldə oturub hansısa siyasi iddia ilə çıxış edəcək bir kəsi gözləmək o qədər də çətin şey deyil. Bu olacaqdır. Amma bunların təsir imkanları nə qədərdir? Yalnızca salaq Milyoner İttifaqının iş yaranma dövrü. İş yaranma dövrü çox səs-küylü idi. Ətraflarında kifayət qədər qüvvə var idi. Azərbaycandan aparılan milyonları sərf eləmişlər bu işlərə və Rusiyada Kremlin müəyyən dairələri də bunlara açıq şəkildə dəstək verirdi. Amma bu cür güc ola onlar heç bir şeyə nail ola bilmədilər. İndi isə müəyyən dərəcədə qapalı şəkildə bu işləri görməyə çalışırlar. Bunlar heç bir şey eləyə bilməyəcəklər. Sadəcə olaraq Azərbaycanda siyasi proseslərdə müəyyən bulanıqlar yaratmağa cəhd göstərəcəklər. Və bunu da biz axırıncı səfər gördük Cənab Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərində. Gördüyünüz kimi Rusiya təsirində olan qüvvələr Kremldə hərəkət eləmədilər. Vaşinqtonda hərəkət elədilər. Deməli bunlarda müəyyən resurslar var. Və bunu da sözsüz ki, Azərbaycan Xüsusi Xidmət orqanları nəzərə alır və nəzərə alacaq. Amma onların da bir effekti olmadı. Ona görə olmadı ki, sistemli şəkildə iş görə bilmədilər. Sistemli şəkildə iş görə bilməməklərinin də səbəbi odur ki, birincisi, onların siyasi liderləri yoxdur. İkinci, Azərbaycan xalqı onlardan kənardadır. Və Milyoner İttifaqından sonra Azərbaycan xalqının 5-ci kolona olan nifrəti 1-ə 5 artdı. Bu gün Azərbaycan demək olar ki, yeganə postsovet ölkələrindən biridir ki, burada 5-ci kolon hərəkət edə bilmir. Amma 5-ci kolon hər zaman gözləyəcək. Və biz də onların gözləntisini gözləyib lazım addımları atmalıyıq. Beləcə, 5-ci kolon da sıradan çıxdı. Sonra gəlir Azərbaycanda media. Bu gün mediada müəyyən islahatlar həyata keçirilir, müəyyən işlər görülür, müəyyən təmizləmələr olur. Amma buna baxmayaraq yenə akademikdən salam var sözünü eşidən elə media rəhbərləri var ki, ayağa qalxır. Və istənilən saniyə Azərbaycan mediasında müəyyən qüvvələr Azərbaycana qarşı hərəkət edə bilər. Yəni bunu istisna etmək olmaz. Bu gün Azərbaycanda beyin mərkəzləri var. Dövlətdən maliyyələşir. Bu gün Azərbaycanda müəyyən media qruplar var. Azərbaycan dövlətindən maliyyələşir. Amma fikirləri tamam başqadır. Hətta özlərini zahiri baxımdan da Ramiz Mehdiyevə oxşatmağa çalışırlar. Bu insanlar məncə daha təhlükəlidir. Və bu təhlükəni biz dəf eləməliyik. Dəf eləmək üçün nə etmək lazımdır? Azərbaycanda bir gün media sistemində belə çalışan insanların demək olar ki, əksəriyyəti müəyyən təzyiqlərə məruz qaldı. Ramiz Mehdiyevin dəstəsi vasitəsilə. Salama çıxanlar da oldu, təsir altına düşənlər də oldu, cırılmış ayaqqabını giyinməyə məcbur qalanlar da oldu və bu proses davam edir. Və bu proses davam edirsə, deməli, nə etməliyik? Yeni media əməkdaşlarının ortaya çıxmağına çalışmaq lazımdır. Yeni media orqanlarının formalaşmağına çalışmaq lazımdır və bu istiqamətdə işlər də gedir. Bu yolla biz cırılmış siyasi ayaqqabı sistemindən kənara çıxmalıyıq. Bunu çıxmasaq, bu bizə əlavə baş ağrısı gətirəcək. Düzdür, bunlar Azərbaycanda hansısa hakimiyyəti dəyişmək nəmlə gücündə deyil, bu ola da bilməz. Amma sadəcə olaraq ürəkbulandırıcı hadisələr ola bilər. Biz bunun qabağını vaxtında kəsməliyik. Gəlin bir xatırlatma eləyim. Türkiyə ilə Ermənistan arasında danışıqlar gedirdi illər öncə. Və Cənab Prezident İlham Əliyev bundan xəbər tutan kimi çox sərt reaksiya verdi. Amma Azərbaycan mediasında nə baş verdi? Media bir neçə gün sustu. Yəni Azərbaycanın mövqeyini müdafiə eləmədi. Çünki onların təsir altında olduqları qüvvələr var idi. O qüvvələrin sifarişinə əsasən onlar hərəkət etməli idilər. Və çıxılmaz vəziyyətə düşdülər. Ona görə bir neçə gün sustular. Eyni zamanda götürək aprel döyüşlərini. Yenə Azərbaycan mediasında bir susqunluq yarandı. Sonra müəyyən dezinformasiyalar yayılmağa başladı. Yəni bu prosesləri biz zaman-zaman görmüşük. Və mən şübhə eləmirəm ki, cırılmış siyasi ayaqqabıların təsirində olan müəyyən media qrupları yenə eyni xətti tutacaq. Ona görə bu istiqamətə də ciddi nəzər yetirməliyik. Və bu proseslərdə ən təhlükəli nöqtələrdən biri də müəyyən oliqarxlardır. Bu oliqarxlar kimlərdir? Vaxtında hakimiyyətdə təmsil olundular, kifayət qədər kapital topladılar və bu gün siyasi proseslərdən kənardadılar əslində. Amma onlar istənilən tapşırığı yerinə yetməyə məcburdular.
Çünki onların əksəriyyəti 5-ci kolon dediyimiz Ramiz Mehdiyevin dəstəsi tərəfindən şantaj edilə bilirlər. İstənilən vaxtda onları istənilən istiqamətə yönətmək olar və bu yönətmə nəticəsində onlar ağla kəsməz addımlar ata bilərlər. Və bu oliqarxların ən təhlükəli addımlarından biri də ondan ibarətdir ki, bu oliqarxlar özləri kimi kiçik oliqarxlar da yetişdiriblər. Onların müəyyən hissəsi bugün yenə də vəzifədədirlər, bugün yenə də əllərində səlahiyyətlər var və bu səlahiyyətlər nəticəsində onlar istənilən addım ata bilərlər. Bu istiqamətdə də ciddi işlər görülməlidir. Bugün hamı deyir, nəyə görə Azərbaycanda idarə etmədə islahatlar həyata keçirilir. Məhz ona görə həyata keçirilir ki, bu gizli oliqarxlarla yanaşı kiçik oliqarxlar da yavaş-yavaş sıradan çıxarılsınlar. Görürsünüz, 3 aydan bir, 4 aydan bir nə cür islahatlar həyata keçirdiyi bir yerdə hansısa bir icra başçısı rüşvət alır. Bu rüşvət alma, tək bu rüşvət söhbəti rüşvət almaqla getmir. Həm də bu onu göstərir ki, bunlar mövcud cəmiyyətlə, mövcud reallıqla barışmaq istəmirlər. Və bunlar bugün bununla barışmırlarsa, sabah Azərbaycan öz üçün də problem yarada bilərlər. Ona görə bunlarla bağlı çox ciddi şəkildə düşünmək lazımdır. Beləliklə, bütün bunların hamısını bir yerə toparlayaraq çıxaracağımız qərar budur ki, Ramiz Mehdiyevin pinəçiliyi bu şəkildə davam edir. Amma bu pinəçiliyin heç bir axırı olmayacaq. Çünki bu cırılmış ayaqqabıları təmir eləmək heç bir mənası yoxdur. 2 gündən sonra yenə də cırılmış ayaqqabı keyfiyyətsiz, yararsız bir hala düşəcək. Bugün belə deyək, siyasətin də cırılmış ayaqqabıları artıq o səviyyə düşüblər və müəyyən məqam yetişəcək ki, bunlar bir-birini artıq ifşa etməyə də başlayacaqlar. Biz çox cinayətlər eləmişik. Ancaq mən yalan deməyəcəm. Sevdanı da Kəmaləni də mən vurmuşam. Əlbəttə, onun əmri ilə. 15 il bundan əvvəl necə ölüb, nə cür xortladığınızı isə sonra danışarsınız, vətəndaş Şahmar. Dustağa aparın. Və bu ifşadan sonra Azərbaycanda siyasi meydanında müəyyən təmizləmələr daha da sürətlə gedəcək. Və biz nəticədə nə görəcəyik? Nəticədə görəcəyik ki, Azərbaycanda xalq və dövlət birliyi var. Necə ki, 44 günlük müharibədə xalqın Prezident İlham Əliyevin yanında olduğunu biz şahidi olduq. Və biz bunun yenə də şahidi olacağıq. Sadəcə ayıq-sayıq olmaq lazımdır. Ona görə ki, düşmən hər zaman düşməndir və düşmən istənilən vaxtı təhlükəli ola bilər. Nə qədər biz onu aciz saysaq da. Sağ olun, yaxın günlərdə görüşəcəyik.